Bu gün sizinlə çoxlarınız sevimlisi olan bilincik tortunun hazırlama qaydasını bölüşürəm. Əgər maraqlıdırsa başlayaq. İlk öncə tortda istifadə edəcəyim çiyələyi yaxşı yuduqdan sonra dəsmal üzərində quruması üçün qoyuruq kənara. İndi isə xəmiri hazırlayaq. Xəmir üçün qaba 200 qramlıq stəkan ölçüsü ilə 4 stəkan süd, 1 stəkan su əlavə edirəm. 4 ədəd yumurta, 50 ml duru yağ, 2 xörək qaşığı şəkər tozu, yarım çay qaşığı duz və 3 stəkan un əlavə edirəm. İstifadə etdiyim ərzaqların miqdarını videonun açıqlama hissəsində də qeyd etdim. Buyurub baxa bilərsiniz. Mikserlə eyni kütlə olana qədər çalırıq. Bütün ərzaqlar qarışdıqdan sonra un əlavə edirik. İstəsəniz çırpma telindən də istifadə edə bilərsiniz. Mən daha asan, daha rahat olsun deyə mikserdən istifadə etdim. Mikserlə nə qədər çalsaq da ola bilsin ki, içərisində yenə də un topçuqları qala bilər. Onun olmaması üçün, yəni bilinciklərin daha gözəl, daha hamar olmasından ötəri sürgəcdən keçiririk. Qeyd etdiyim kimi sonda azacıq da olsa un topaqları qaldı, onu istifadə etmirik, qoyuruq kənara. Bilincik xəmiri artıq hazırdır. Qatlığı bu formada olmalıdır. Bilincikləri bişirən zaman ilk öncə yəni bir ədədini adi bilincik tavasında bişirdim. Mənim fikrimcə kiçik gəldiyindən evdə diametri 24 sm olan yapışmaz tavadan istifadə edirəm. Tavanı yağlamadan sadəcə isidərək tavaya xəmir əlavə edib tava boyunca yayıb bir üzünün qızarmasını gözləyirik. Bilincikin bir üzü qızararkən kənarlarda azca qızarma varsa deməli hazırdır. İlk öncə bıçaqla gördüyünüz kimi kənarlarını tavadan ayıraraq digər üzünü çeviririk. Eyni qayda ilə bütün bilincikləri bişirib hazırlayırıq. Digər üzünü bu qədər qızartmağa ehtiyac yoxdur. Videoda gördüyünüz qədər qızararsa yetərlidir. Digər üzü də bu şəkildə qızardıqdan sonra tavadan almaq olar. Ola bilsin bişdikdən sonra kənarları azacıq da olsa quruyur. Bunun olmamasını istəyirsinizsə hər birini bişirdikdən sonra üzərinə dəsmal salın. Sonda görəcəksiniz hər biri eyni qaydada ipək kimi gözəl, yumşaq bilinciklər alınıb. Bilinciklər hazır olduğuna görə artıq tortun kremini hazırlaya bilərik. Kremi hazırlamaq üçün 1 litr buz kimi soyuq 33% qaymaqdan istifadə edirəm. Mikserlə çalırıq. Yetər qədər qabardıqdan sonra üzərinə 200 qramlıq stəkan ölçüsündə 1 stəkan qatlaşdırılmış süd əlavə edirəm. Mən 1 litr qaymaqla kremi hazırladım, amma demək olar ki, yarısı artıq qaldı. Siz yarım litr qaymaq, yarım stəkan qatlaşdırılmış süddən istifadə etsəniz yetərli olacaq. Krem hazırdır. Qoyuruq soyuducuya. İndi isə çiyələyi təmizləyirik. Çiyələyi təmizlədikdən sonra xırda-xırda doğrayırıq. Çalışın istifadə etdiyiniz çiyələk şirin, həm də yaxşı yetişmiş çiyələk olsun. İstədiyiniz növ meyvədən istifadə edə bilərsiniz. Mən sadəcə çiyələk və damla şokoladdan istifadə etdim. Tortu yığmaq üçün diametri 24 sm olan qəlbdən istifadə edirəm və qəlbin üzərinə sanki bilincikləri sərirəm. Bilincikləri yığan zaman 3 şeyə diqqət etmək lazımdır. Birincisi, bilincikin ilk bişən üzü tortun üst hissəsi olmalıdır. İkincisi, kənarlarda boşluq qalmamalıdır. Üçüncüsü də tortun üzərinə də məhz bu bilincikləri bağlayacağımıza görə kənar hissədə də yetəri qədər bilincik qalmalıdır ki, üzəri bağlandıqda tortun üzərində açıq qalmasın. Bu şəkildə bilincikləri qəlbin üzərinə yerləşdirdim və azca əlimlə, belə desəm, üzərini büzürəm. Daha gözəl, daha səliqəli tortun üzərini bağlayan zaman görünsün. Kənarları tamamladıqdan sonra bir ədəd bilincik tam mərkəz hissəyə yerləşdirirəm. Çiyələyi də doğradıq, hazırdır. Təxminən 2 xörək qaşığı qaymaq əlavə edib hər tərəfinə bərabər yayırıq. Beləcə kremlədik. İndi isə damla şokolad və çiyələk əlavə edirəm. Bu torta banan da çox yaraşır. Siz məsələn çiyələk, banan da istifadə edə bilərsiniz. Bizdə bananla sevilmədiyindən mən bananın yerinə şokolad əlavə edirəm. Çiyələk, şokolad gözəyərə əlavə etdim. Hazırdır. Qoyuram kənara. İndi isə belə desək qatları hazırlayırıq. Bir ədəd bilincikin üzərinə qaymaqlı kremdən əlavə edib hər tərəfə çatacaq şəkildə yayıram.
Üzərinə çiyələk və şokolad əlavə edirəm. Rulet formasında bükürəm. 5 ədəd eyni qayda ilə hazırlayıram. Yəni bir qat olaraq 5 ədəd kifayət etdi. Hər birini eyni qaydada hazırladıktan sonra videoda gördüyünüz formada düzürəm. Bu bizim tortumuzun birinci qatı. Üzərinə yenə də krem əlavə edib yayırıq. Çiyələk, şokolad əlavə edirik. İkinci qatı da eyni qayda ilə yığırıq. Dəyərli izləyicilərim, əgər videonu bura qədər izləmişsinizsə, kanala hələ də abunə deyilsinizsə, hər birinizdən xahişim kanala abunə olub videonu bəyənməyinizdir. Sizə çətin görünsə də əslində çox asan və tez zamanda hazır olan bir tortdur. Sadəcə bilincikləri bişirmək bir qədər vaxt aparır. Üzərinə krem əlavə edirəm və hər tərəfə eyni qayda ilə yaydıqdan sonra tortumuz hazırdır. Kənarda olan bilincikləri üzərinə qaldırırıq, bacardığımız qədər səliqə ilə üzərini bağlamağa çalışırıq. Tortun üzərini bağladıktan sonra tam mərkəz hissəyə bir qədər krem əlavə edirəm. Bilincikdən qalmışdı, onu lentalar şəklində kəsib tam mərkəz hissəyə yerləşdirdim. Siz tortun üzərini dilədiyiniz kimi bəzəyə bilərsiniz. Sonda çiyələk və kokos əlavə edirəm. Yaxşı olar ki, tort hazır olduqdan sonra ən azından 4-5 saat soyuducuda gözləsin. Yəni bu vacibdir. Mən bu gün hazırladım, yəni bir axşam gözlətdikdən sonra artıq ertəsi gündür qəlibdən çıxarıram. Budur artıq dadlı, ləzzətli bilincik tortu süfrəyə verilməyə hazırdır. Sizlər də könül rahatlığı ilə hazırlaya bilərsiniz. İndi isə kəsib iç görüntüsünə sizinlə bölüşmək istəyirəm. Dəyərli izləyicilərim, belə dadlı, ləzzətli tortu sizlər də hazırlayın, şirin ağızla nuş edin. Videonu bəyəndinizsə, videonu bəyənib kanala abunə olmağı unutmayın. Bu günlük bu qədər. Hələlik.